Razidən sonra başlayır, 6-cı əsrdə vəfat etmiş, yəni 606-cı ildə vəfat etmiş Razidən sonra başlayır. Yəni onun ən barizləri Razidir, Əmidir, İci və digərləridir. Onların vaxtında artıq nə ortaya çıxdı? Ağlın şəriətdən önə çəkilməsi məsələsi çıxdı. Artıq o öncəkilərin demədiklərini artıq bunlar deməyə başladılar. Və yaxud məsələn təsavvuf məsələsində quluv həddini, həddi aşmağa gətirib çıxartdı. Hətta bəziləri o həddi çatdırdı ki, sehirə icazə verdilər. Necə ki, məsələn, bu barədə Razinin, hazır ki, Fəxruddin Razi dedikləri, Razinin kitabı var ki, məşhur kitabı var. Es-Sirrul Məktum fi Muxatabati Şəms vəl Qamar vən Nucum. Sehir barədə kitab yazır. Sehiri öyrədir insanlara. Güya ki, yəni sehir, yəni bəyan edir ki, sehir necə olur. Subhanallah. Baxın, görün bu onları hansı hallara apardı çıxartdı. Həmçinin fəlsəfəçilərə müvafiq olmaq məsələsi ortaya çıxdı. Yəni fəlsəfəçilərin bəzi məsələlərdə Allah Azza və Cəllənin sifətləri barədə fəlsəfəçilər kimi danışmağa başladılar.